Önümüzde sayılı günler var ki bu 60-70 güne bərabərdir. 60 veya 70 gün sonra buraxılış imtahanından biz imtahan verəcəyik. Və bu buraxılış imtahanına qədər biz müəyyən qədər dərs çalışmalıyıq, özümüzü toparlamalıyıq, zəif olduğumuz nöqtələrin üzərindən keçməliyik, güclü olduğumuz nöqtələri isə təkmilləşdirməliyik. Bəli, bu videoda sizlərlə imtahan ili zaman bölgüsü necə olmalıdır, necə ola bilər? Mən imtahan bölgüsü zamanı Mən imtahan ili zamanı zaman bölgüsünü necə edə bilirəm? Bugün bu videoda bunu müzakirə edəcəyik. Bəzi məsləhətlər olacaq ki, bəzilərini istifadə edəcəksən, bəzilərini isə istifadə etməyə bilərsən ki, bu sənin şəxsi seçimin olacaq. Kanalıma xoş gəldin. İlk sualımız olan zamanı necə bölmək olar ilə başlayaq. Birinci deyərdim ki, çətin şeyləri ilk həll edək. Bu həftəlik, aylıq deyil, günlük olan şeylərdir. Məsələn, daha çox olan test tapşırıqlarının günün birinci yarısında, şifahi və ya asan olanları isə ikinci yarısında həll edək. Gəlin nümunə ilə başa salın. Sənə tarixdən müəllim yarım paragraf dərs verib və riyaziyyat müəllimin də 150-yə yaxın test tapşırığı verib. Sənin bəzən planın ola bilər ki, səhər tarixi öyrənərəm, gecə isə riyaziyyat testini yazaram. Məsələn, deyirsən ki, tarix hazırlığım riyaziyyat hazırlığından daha tezdir. Buna görə ilk tarixi öyrənərəm, daha sonra isə riyaziyyat testini yazaram. Sən tarixi öyrəndin, əla bir şəkildə qavradın, hətta dərs özünə 3-4 dəfə danışdın. Ancaq axşam olduğunda riyaziyyat testini yazmaq istəmirsən və özünü günahlandırırsan. Halbuki günah səndə deyil. Niyə? Çünki gecə insan bütün iradəsini istifadə etmiş olur. İradə butulkası deyə bir misal var. Bu misal zamanı sən durduqda sənin iradən 100% olur və sən gün ərzində fəaliyyət gördükcə bu iradən get-gedə azalır, günün sonunda 20-30%-ə qədər düşür. Sən gün ərzində verdiyin qərarların, etdiyin əməllərin və tapşırıqların bu iradə butulkasından istifadə edir. Və bu da sənin günün sonunda yorğun, bitkin, ruhsuz olmağına gətirib çıxardır. Ona görə gecə riyaziyyat tapşırıqları və ya bənzəri tapşırıqları işləyə bilmirsən. Bəs necə etmək olar? Məsələn, səhərləri durduqda 150 riyaziyyat testin varsa, bunu səhər tezdən durub da həll edə bilərsən. İlla səhər tezdən olmasına gərək yoxdur. 8-9 məktəb zamanı hissələrə bölərək də işləyə bilərsən. Axşam isə evə gəldikdə tarix, coğrafiya, biologiya bənzəri paraqrafları oxuyaraq dərsin üzərindən 1 və ya 2 dəfə keçə bilərsən. Ki, onsuz da səhər zamanın biraz olacaqdır. Həmin zaman müddətində də öyrəndiyin mövzunu 1-2 dəfə təkrar edib özünə danışıb təkmilləşdirə bilərsən. Bunu bir misalla başa salacağım. İşə böyük qurbağanı yeyərək başla. Bunu bir kitabda oxumuşdum və ya bir yerdə eşitmişdim, xatırlamıram. Ancaq belə bir şey idi. Sənin önünə 2 yemək qoyulur. Anan sənin qarşına 2 yemək qoyur. Düzdür, bu gerçək olmayan bir şeydir, ancaq mən nümunə olsun deyə danışacağam. Birinci sənin səhər yeməyidir, digər isə böyük bir qurbağadır. Anan deyir ki, 2 seçimin var. Ya yeməyi yeyəcəksən, sonra qurbağanı yeyəcəksən, ya da qurbağanı yeyəcəksən, sonra yeməyi yeyəcəksən. Sən yeməyi yedikdən sonra, yeməyi yediyi müddətdə o qurbağanı yeyəcəyin fikrin ağlına qalacaq və yeməkdən dad ala bilməyəcəksən. Ancaq sən qurbağanı ilk başda yeysən və daha sonra yeməyi yeysən, yeməyi daha zövqlə yeyəcəksən nəinki. Bunu da testlərdə görə bilərsən. Sən gün ərzində rahat şeylər edib, çətin şeyləri axşama saxladıqda əlavə stres və yorğunluq yığırsan ki, bu gün ərzində sənin səhər oxuduğun dərsə də təsir edə bilər. Mənim də ən çox etdiyim səhvlərdən biri budur. Fasiləsiz çalışma, ancaq çox da dincəlmə. Arada bir özünə fasilə ver. Sən insansan, robot deyilsən. Eynisi mənə də aiddir. Mən də bir aralar fasiləsiz çalışırdım, dayanmadan, durmadan hər gün saat 5-də durmağa çalışırdım. Ancaq bir müəyyən müddətdən sonra fikir verdim ki, həftənin 3-4 günü 5-də dururam, digər günlər isə 6 və ya 7-yə, 8-ə çəkilə bilir bu saatda. Bu zaman özünü günahlandırma ki, mən özümü günahlandırırdım və bu da mənim dərs performansımın aşağı düşməsinə gətirib çıxardırdı. Sən insansan, insan olaraq da zaman-zaman səhvlər edə bilərsən. Önəmli olar etdiyin səhvlərin deyil, ondan çıxardığın nəticələrdir. Məsələn, bu gün niyə tezdən dura bilmədin? Gecə gec mi yatmışdın? Sosial mediada vaxtımı keçirdin? Və ya yuxusuz muydun? Və ya az yorğun muydun? Normal yuxu çəkə bilmədinmi? Və ya bir səs sənə narahat mı oldu? Bu səhvin üzərində düşünməlisən. Və ya gecə kafein mi içmişdin? Və ya bənzəri sualları özünə verərək də bunu düzəldə bilərsən. Və gec dursan da, tez dursan da bir fərqi yoxdur. İstər-istəməz insansan və səhvlərə yol verə bilərsən. Ancaq səhvlərə yol verərəm, mən insanam deyə bəhanəsinə sığınıb da heç bir şey çalışmamaq biraz məqsədsiz görsənir. Yəni sadəcə dincəlməklə, cavablarından köçürməklə gün boyu sosial media, telefon oynamaqla bir yerə çata bilməyəcəksən, əziz dostum.
Sənə deməyim odur. Yəni 11-ci sinifsən. Ömrün boyunca bütün bu 70-60 illik həyatında bircə dəfə 11-ci sinif olacaqsan. Heç deyilsə bu önümüzdəki 1 ildə demirəm, 5-6 ay ərzində bu bağımlılıqlardan biraz uzaq durmağa çalış. Ki mən də uzaq dururam. Məsələn, yay tətili olduqda artıq nə qədər istəyirsən telefonuna oynaya bilərsən, zaman keçirə bilərsən, kimsənin sənə qarışmağa hüququ yoxdur. Yaxşı Mirac, biz oxuduq, işlədik, çalışdıq, bəs necə dincələk? Telefonla dincəlməkdən başqa. Əlbəttə ki, yuxu. Sən gün ərzində səhərlər dərs çalışdın, 5-də 6-da durdun, saat 11-12 biraz yuxun gəlir. Həm də beynin biraz yüklüdür, başın da ağrıyır. 15-20 dəqiqə power nap adlandırdığımız yuxu sistemindən istifadə edə bilərsən. Power nap sənə nə deyir? Sən alarmını qurursan, zəngli saatını qurursan, 15-20 dəqiqə, məsələn 11:30-da yatdınsa, məsələn ən gecə 12:00-da sən oyanmalısan. Deyə bilərsən ki, bəs etməz. Xeyr, əksinə daha çox bəs edir. Çünki REM yuxu fazasına girmədən də yuxudan verim ala bilirsən. Və beynində format gedir. Bu format səndəki lazımsız məhsulları xaric edib, lazımlıları isə əsas yaddaşına ötürür. Və bu sayda yenidən durduqda enerjin yenə 100% olur və bərpa olur. Bu beynini hackləmək kimi bir şeydir. Bunu da istifadə edə bilərsən. Çox istifadə edirəm və şiddətlə tövsiyə edirəm ki, hazırlıqların biraz gec olduğu günlər power nap taktikasından da istifadə edəsən. Əminən faydasını görəcəksən. Bir digər vasitə meditasiya etmək olardı. Meditasiya haqqında ətraflı bir video çəkmişdim. Meditasiyada gündə 1-2 dəqiqə müəyyən aralıqlı periodlarla da edə bilərsən. Meditasiya etmək üçün illa ki 10 dəqiqə, 20 dəqiqə etməyinə ehtiyac yoxdur. Gün ərzində 1 dəqiqə, 2 dəqiqə də sənə kifayət edəcəkdir. İlk başlarda çətinlik çəkməyin normaldır ki, bu birinci həftədə müşahidə olunur. Daha sonra isə meditasiyanda rahatlama hissin və axış evrəsinə keçdiyini müşahidə edəcəksən. Bu sonuncu tövsiyəmdir. Çox insan tövsiyə etməsə də mən tövsiyə edirəm. Səhər durduqdan, məsələn, qidalandıqdan sonra kofein ala bilərsən. Əgər yorğunsansa, vacib dərslərin varsa, çətin vəziyyətdəsənsə, son çarə olaraq kofeinə baş vura bilərsən. Kofeini necə? Yəni bildiyimiz paket kofeini demirəm. Bankada olan acı kofelərdən deyirəm. Onu isti suya qataraq da içə bilərsən və ya bənzəri. Soyuq suda da içə bilərsən, heç bir fərqi yoxdur. Ancaq həddindən artıq da kofein almağını tövsiyə etmirəm. Çünki kofeinin də özünə məxsus ziyanları var. Və deyirsən ki, axşam saat 7-8 ərəfəsidir. Mən kofein alıb dərs çalışacağam. Bu səhv etmə. Niyəmi? Çünki sən o zaman həmin gecəki yuxunu hədər etmiş olacaqsan. Həmin gecəki yuxun zibil qutusuna atılmış olacaq. Niyə? Kofein səni oyanıq tutmağa kömək edir və bu zaman ATF zəncirləri sənin beynindəki sinapslara birləşə bilmir. Və bu birləşmənin gətirdiyi nəticələrdən biri də sənin yuxunu tam almamağındır. Yəni yuxudan doymursan. Məcazi mənada desək, belə ifadə edə bilərəm. Yəni günorta saat 5-6-dan sonra kofein alımını şiddətlə deyirəm dayandırırsan. Səhər işləri və axşam işləri arasında bölgülər arasında kifayət qədər fərq var. Biz burada böyük qurbağa misalı ilə də başa saldıq. Bəzi yoldaşlarımız gecə saat 3-ə 4-ə qədər dərs çalışır, ancaq biz bunu tövsiyə etmirik və biz bir çoxumuz səhər dərs çalışırıq. Bilirsən ki, səhər dərs çalışmaq və çətindir, həmçinin də səhər çalışdığın dərsin nəticəsi 2 qat, 3 qat dəyərində olur. Niyə? Çünki sən səhər ən çətin işlərin öhdəsindən gələcək iradəyə malik olursan. Ancaq gecə musiqi dinləyə-dinləyə, kofe içə-içə, oynaya-oynaya o tapşırıqlar yazılmaz əziz yoldaşım, əziz dostum. Yəni dediyim kimi, səhər çalışmalarını daha çox tövsiyə edərəm, nəinki gecə çalışmalarını. Yəni yuxumu hədər etməkdənsə, öyrəndiklərimi hədər etməkdənsə, səhər dərs çalışaram, oxuduqlarım da yadımda qalar və elə rahat olar. Və deyə bilərsən ki, biz səhər məktəbə gedirik, bizim vaxtımız olmur. Yəni gecə saat 10-da yatıb səhər saat 5-də dursan, 7 saatlıq bir periyodun olacaq ki, 7 saatlıq bir tələbə üçün kifayət qədər yüksək bir yuxu zamanıdır. 3 saatlıq yuxudansa 7 saatlıq yuxu daha yaxşıdır. Və mütləq dediyim kimi bir tapşırıq dəftərin olsun. Yəni ora günlük missiyaları yazdığın bir dəftər olacaqdır. Məsələn, səhər 5-də dur, bunu et, bu tapşırığı yaz, bu qaydanı yaz, bu qaydanı öyrən və ya bənzəri. Tapşırıq dəftəri haqqında biraz qısa danışdım. Ancaq bu haqda da bir ətraflı video gələcək. Və həftə sonu özünü sevdiyin kino və musiqi ilə hədiyyələndirməyini istəyirəm. Çünki əgər həftə boyunca əlindən gələni etdinsə, var gücünlə çalışdınsa, dincəlmədinsə, yatmadınsa, bir həftə sonuna 1-2 saatlıq özünə zaman ayırmağını tövsiyə edirəm.
ki, abituriyentlərin də bir çoxu onsuz da universitetə girmək üçün o qədər də yəni bütün günü 7-24 dərs çalışmayıblar. Onlar da arada sırada istirahət verirdilər və biz də insan olaraq, təbii olaraq biz də istirahət verməliyik ki, məncə hədəfiniz 700 baldır. 700 bal olmaq da rahatdır, ancaq 700 balı yaxınlaşa bilərik. Əlimizdən gəldiyini etdiyince yaxınlaşa bilərik. Bu 2 aya yaxın periodumuzda əlimizdən gələni etməliyik. Videomuz bura qədər idi. İzlədiyin üçün sənə təşəkkür edirəm. Dəstək məqsədi ilə abunə olub topluluğumuza qatıla bilərsən. Açıqlamadakı WhatsApp kanalımıza da qoşula bilərsən. Orada da canlı yayınlar, konferanslar, anketlər keçirdirik. Səni də oraya dəvət edirəm. Gələ bilərsən. İzlədiyin üçün yenə təşəkkür edirəm. Sağ ol. Salamat qal.